Salam əziz dinləyənlər. Bugün sizlə birlikdə bakteriyalara aid bir məsələ nümunəsinə baxmaq istəyirəm. Başlanğıc sayı 4 ədəd olan bakteriyalar maksimum sürətlə bölünərək sayıları 64 dəfə artıb. Bu zaman əmələ gələn nəsil sayı, bölünməyə məruz qalan fərd sayı, 3-cü bölünməyə məruz qalan fərdlərin sayı neçə olur? Birinci, burada diqqət etmək lazımdır ki, nə? Maksimum sürət. Maksimum sürət deyirsə, deməli, maksimum sürətdirsə, minimum zaman ərzində bu proses baş verir. Bildiyimizə görə də bakteriyalar necə 20-30 dəqiqədən bir çoxalırlar. Yəni, bizdə maksimum sürət deyirsə, minimum zaman 20 dəqiqədən bir bölünməni nəzərə alırıq. Bölünərək sayılarını 64 dəfə artırıb. Bakteriyaların düsturu NT bərabərdir. N0 vurulsun 2 üstü N. Düsturun əsasını hesablanır. NT son əmələ gələn bakteriya sayı, N0 ilkin bakteriya sayı, kiçik N isə əmələ gələn nəsil sayını bildirir. Bizdə başlanğıc sayı olan bakteriya 4 idi və sayını 64 dəfə artırıbsa, 4-ü 64-ə vuraraq sonda yaranan başlanğıc bakteriya sayını tapa bilərik. Yəni 256 ədəd bakteriya etmiş olacaq. Yəni sonda əmələ gələn bakteriya sayımız 256-ya bərabər idi. Bu zaman əmələ gələn nəsil sayı, birinci nəsil sayını təyin edək. Biz deməli 4-ü burada 64-ə vurduq. Və nəsil sayı 2 üstü n ilə ifadə olunurdu. Düzdürmü? Yəni 64 2 üstü neçədir? Yəni biz o zaman belə bir şey yaza bilərikmi? 64 2 üstü 6 olsun. O zaman n 6-ya bərabərdir. Yəni kiçik n 6-ya bərabərdirsə, nəsil sayımız 6 olmuş olar. Əmələ gələn nəsil sayımız olacaq təbii ki 6. Yəni ya A bəndidir, ya da ki B bəndinə uyğun gələcək. Bölünməyə məruz qalan fərdlərin sayını isə biz bölünməyə məruz qalan fərdlərin sayını sonda yaranan bakteriyadan başlanğıc bakteriyaların sayını tapmaqla təyin edirik. Və təyin elədik ki, sonda yaranan bakteriya sayımız 256-dır, başlanğıc bakteriya sayımız da 4 idi. Yəni 256-dan 4-ü çıxsaq, sonda yaranan bakteriya sayını, bölünməyə məruz qalan bakteriya sayını tapmış olarıq. Yəni, bölünməyə məruz qalan bakteriya sayımız oldu 252. Sonuncu deyirsə, 3-cü bölünməyə məruz qalan fərdlərin sayını tapın. 3-cü bölünməyə məruz qalan fərdlər 2-ci bölünmədən əmələ gələndir. Yəni, 2-ci nəsildən yarananlardır. O zaman biz başlanğıc bakteriya sayımızı vururuq 2 üstü 2-yə. Yəni, 2-ci nəsildən yarananlar 3-cü bölünməyə məruz qalırlar. Yəni, 4 vurulsun 4 olacaq 16. Bu zamanda deməli 6 bizdə nəsil sayı elədi. 252 bölünməyə məruz qalan fərdlərin sayını tapdıq. 16 isə 3-cü bölünməyə məruz qalan fərdlərin sayını təyin eləmiş olduq. O da doğru olaraq A bəndinə müvafiq gəlir.